Herkese salamlar. Bu videomuzda bölmə üçün praktiki tapşırıqların həllinə baxacaq. Birinci tapşırığımızda bizə bir yaş dəyəri verilib və onun hansı yaş qrupuna aid olduğunu müəyyən etməliyik. Şərtimizdə 0-12 uşaq, 13-18 yeniyetmə, 19-64 böyük, 65-dən yuxarı yaşlı deyilib və bizim yaş dəyərimiz var. Və daha sonra biz burada if, elif operatorlarını istifadə edərək bir funksiya yazırıq. Biz ilk öncə yaşımızın ilk şərtini yoxlayırıq. Hansı ki 13 yaşdan kiçik uşaq demişik. Daha sonra 18 yaşdan kiçik halını yoxlayırıq. Əgər bu şərti ödəmirsə, artıq bizim burada bu aralığı yazmağımıza ehtiyac yoxdur. Yəni sağ tərəfi qeyd etsək, kifayətdir ki 18-dən kiçik halını yoxlasın və yeniyetmə. Bu formada bizim bir neçə şərtimiz olduğu üçün elifdən istifadə etdim. Ən sonda isə else yazıram. Sonuncu şərtimizi qeyd etməyə ehtiyac yoxdur. Çünki yuxarıdakı 3 şərti ödəmirsə, deməli bu dəyərimiz 65-dən yuxarıdır və default olaraq yaşlı olur. Bunu run etdikdə görərik ki, artıq bizə istədiyimiz dəyəri qaytaracaq. Bu formada 56 yaş, 19-64 yaş aralığına gəlir və o da böyükdür. Digər bir tapşırığımızda bizdən ekrana cüt ədədlər yazdırmağımızı istəyir və onu görən kimi dövrü dayandırmağımızı istəyir. Burada həm for, həm if, həm də break funksiyasından istifadə edəcəyik. İlk öncə for döngüsü yaradırıq. Hansı ki bizim listimiz üçün. Mən deyirəm ki, i dəyişəni in numbers, hansı ki iterasiya olunacaq dəyişənim. Və daha sonra ilk şərtimi yazıram. İlk şərtim 10-la bağlı olmalıdır. Hansı ki, mən deyirəm ki, mənim dəyərim 10-a bərabər olsa, sən əməliyyatı dayandır. Yəni, break et. İndi keçirəm ikinci şərtimə. Əgər 10-a bərabər deyilsə, yəni ilk 10-a qədər olan ədədlərdən mənə yalnız düz ədədləri ekrana yazdır. Bunun üçün isə əlavə bir if şərti qoyuram ki, i-nin 2-yə bölünməsi qalığı 0-a bərabərdirsə, bu cüt ədəddir və məndə onu ekrana yazdır. Bu formada çap etdikdə görərəm ki, 8-ə qədər yazdırdı. Burada gördüyünüz kimi 10-a qədər gəldi. Artıq 10 bərabərdir 10 olduğu üçün if-in blokuna daxil olub. Break dediyimizdə isə əməliyyatı dayandırır. Digər bir tapşırığımız siyahıda olan müsbət ədədləri tapmaq və onların cəmini hesablamaqdır. Biz demişdik ki, əgər list ya da bu tip iterational obyektlərdə, dəyişənlərdə cəm, hasil kimi dəyərlər istəndikdə biz öncədən bir yeni dəyər yaratmalıyıq. Əgər hasil desəydi 1-ə bərabər eləyərdik. Biz burada cəm yaradırıq. Cəm olduğuna görə 0-a bərabər eləyirik ki, hər dəfəsində bizim bir kutumuz var və o kutudan biz hər dəfəsində yeni bir şey götürürük. Və hər götürdüyümüzə baxırıq, bu bizim istədiyimizdirmi? İstədiyimiz olduqda biz onu hardasa saxlamalıyıq. Yəni hardasa hasilini tapmalıyıq ya da toplamalıyıq. Bunun üçün əvvəlcədən biz bir dəyişən, bir dəyər, yəni bir növ bir kutu yaratmalıyıq. Bir kutu deməli ki, Python-da mənim bu kutum var, mən bunu bura toplayacağam. Cəmdə 0, hasildə isə bunu 1-ə bərabər edir. Çünki hasildə 0 yazdıqda hər dəfəsində nəyə vursaq, yəni 0 verəcək. Ona görə hasildə 1 qeyd eləyirik və daha sonra for döngümüzü yaradırıq. Və şərtimizi qoyuruq ki, yine unuttum. Və hər dəfəsində şərtimizi qoyuruq ki, ədədin müsbət olub olmadığını yoxlasın. Əgər müsbətdirsə, onu mənə çap etsin. Və cəmimin üzərinə gəlsin. Burada sonunda end yazdım. Bir sətirdə çıxsın deyə, amma siz yazmasanız da olar, yəni fərqi yoxdur.
Və daha sonra mənim burada yalnızca dəyərlərim çap olunur. For döngüm bitəndə artıq mən cəmi hesablamış oluram. O səbəbdən sonda da cəmi çıxarsın istəyirəm. Bunun üçün F-stringdən istifadə edirəm. Cəm deyirəm. Bu formada run etdikdə gördüyünüz kimi bizim müsbət ədədlərimiz 1, 3 və 5. Cəmi isə 9-dur. Dördüncü taskımızda bizə bir siyahı verilib və elementlərin indeksini və dəyərini çıxartmalıyıq. Artıq biz burada enumerate funksiyasından istifadə etməliyik. Yəni bir növ həm indeksi, həm də dəyərləri çap etmək üçün enumerate-də hər iki listimizi birləşdiririk. Dördüncü tapşırığımızda isə bizdə verilən siyahıdan hər bir elementin indeksini və dəyərini çıxartmalıyıq. Bunun üçün enumerate funksiyasından istifadə edirik. Hansı ki, enumerate funksiyası bizdə daxil etdiyimiz iterable dəyişəninin bütün obyektləri ya da dəyərləri üçün indekslərini verir. For döngüsündən istifadə edərək biz iki dəyərin ikisini də görmək istəyirik ayrı-ayrılıqda. Bu səbəbdən indeks və dəyər deyirəm. Listimin adını qeyd edirəm və print olaraq hər birinin ayrı-ayrılıqda çıxartsın istəyirəm. F-stringdən istifadə edərək indeks deyək. Bu arada biz demiştik ki, start indeksimiz default olarak 0 olur. Ama ben bunu dəyişdirə bilərəm. Təbii ki, sizdən asılı bir şeydir. Dəyər deyək. Formada. Və çap etsək görürük ki, 0 apple, 1 banana, 2 cherry. Burada mən 1 desəm, indeksləməm 1-dən başlayacaq. 1, 2, 3 deyə. Beşinci tapşırığımızda isə bizə 2 siyahı verilib və onları ekrana yazdırmağımızı istəyir və ən sonda dictionary deyə dictionary type-ında bir dəyər yaratmağımızı istəyir. İlk öncə iki siyahını necə birləşdirək? Təbii ki, zip funksiyasından istifadə edərək. Bunun üçün for döngüsündən deyirik, həm ad, həm də yaş, in zip və hər iki listimizin adını qeyd edirik. Printdən istifadə edərək onları ekrana yazdırırıq. F-stringdən istifadə edək. Ad və yaş. Aha, bunu düz yazmadıq. Burada artıq Əli 25, Vəli 30, Zeynəb 22. Yəni uyğun olaraq hər biri üçün yaşı və adımızı çıxartdı. Bəs dictionary necə yarada bilərik? Bunun üçün dict funksiyasını istifadə edəcəyik. Burada yazdığımız zipi, yəni bir növ bunu dictionary halına salırıq. Gördüyünüz kimi avtomatik özü biz birinci adları yazmışıq deyə bu key olaraq qəbul olunur və daha sonra yaşları gəlir. Məsələn, burada hər biri üçün artıq yaşlar qeyd olunub. Bizim burada adlar keylərimizdir, açarlarımız. Yaşlar isə artıq value dəyərlərimiz olur.
Altıncı tapşırığımızda 1-dən 20-yə qədər olan ədədlərin yalnız cüt olanlarını ekrana yazdırmağımızı istəyir. Burada range funksiyasını istifadə edəcəyik. For döngüsünü istifadə edərək bizdə 1-dən 20-yə qədər deyilib deyə range aralığını 1-dən 20-yə qədər qoyuruq. Və daha sonra yalnız cüt olanları ekrana yazdırın dediyi üçün əlavə bir if şərti qoyuruq, hansı ki i'miz 2-yə qalıqsız bölünsün, yəni 0-a bərabər olsun. Bu zaman print i deyirik. Bu formada 20-yə qədər olan bütün cüt ədədləri ekrana yazdırdıq. 7-ci tapşırığımızda isə bizə bir siyahı verilib və siyahıda müsbət ədədləri ekrana çap etməyimiz istənilir. Amma bir şərtimiz daha var ki, indeksimiz 5-ə bərabər olduqda dövr dayansın. Bu cəm və hasil məntiqi ilə biraz oxşardı. Burada biz daha öncəsində bir indeks üçün dəyər yaratmalıyıq və onu sıfıra mənimsətməliyik. Mən indeks deyə bir dəyişən yaradıram və ona sıfıra mənimsədirəm ki, hansı ki onun üzərində sayğac kimi istifadə oluna bilim. Yəni mən burada bir növ sayğac əməliyyatını yerinə yetirirəm ki, hər dəfəsində mən element götürüb yoxladıqda o sayğac bir vahid artsın və mənə hansı indeksdə olduğumu göstərsin. Daha sonra for döngüsünü yaradıram və listimizdə bunu yoxlayıram. İlk şərtim indeksin 5-ə çatıb çatmamasını yoxlamaq olmalıdır. Çünki artıq 5-dirsə mənə break desin, yəni əməliyyatımı dayandırsın. Və daha sonra keçirəm digər şərtimə. Əgər indeksim 5-dən fərqlidirsə, yəni 5 olmayıbsa hələ, mənə müsbət olub olmadığını yoxlasın və əgər müsbətdirsə print desin. Və ən sonda indeksimi də artırıram. Burada məntiq elədir ki, mən istədiyim əməliyyatları edirəm və daha sonra indeksimi artıraraq yenidən for döngüsünü davam etdirirəm. Burada -6, 5 indeksinin olduğuna görə ona qədər davam edəcək və mənə 1, 3, 4, 5 ədədlərini qaytarmalıdır. Sadəcə əgər mən indeksi yuxarıda yazsaydım, tamam fərqli bir nəticə əldə edəcəkdim. İlk öncə bunu run edək və görək ki, bizə 1, 3, 4, 5-i qaytardı. Sadəcə mən indeksimi hər dəfəsində burada deyil də for döngüsünə daxil olan kimi run etsəm necə olardı? Burada artıq eyni zamanda print indeksdə deyək daha aydın görmək üçün və burada pəs deyəcəm. Və görərəm ki, 1, 3, 4, 5-ə qədər getdi. Burada məntiq necədir? Hər dəfəsində for əməliyyat etdikcə, yəni elementi götürdükcə indeksim 0-dır, daha sonra 1 olur, 2, 3, 4, 5. Bu formada davam edir. Mən bunu ilk burada yazdığıma görə gördüyünüz kimi burada indeksləmə 0-dan başlamadı. Amma indeksləmə 0-dan başlamalıdır. Bu səbəbdən bizdə həmişə əskik qaytaracaq. Yəni istədiyimiz nəticəni vermir. Yəni təbii ki, hazırda bizim taskımıza uyğun olaraq bu məsəl i-ni də desəm, burada f stringdən istifadə edək fərqləndirmək üçün. Və görərəm ki, baxın 1-i qaytardı. Daha sonra 2-dən getdi. 3 getdi. Gördüyünüz kimi burada artıq birini itirdik. Daha sonra 3 gəldi. 4. Amma mənə 5-i də verməli idi. Bunu qarışdırdım. Bu bizim şərtimizə görədir müsbətləri çıxardırıq deyə. Yəni 4. Amma bizim 5-ci indeksimizdəki -6-dır. Yəni 5 bizə qayıtmalı idi. Sadəcə biz indeksi əvvəlində artırdığımız üçün avtomatik bu break'e düşür və dövrü dayandırır. Bu səbəbdə indeksi biz sonda yazdıqda düzgün nəticəni alırıq.